Hacı Şəhla məscidi 15-ci əsrə aid memarlıq abidəsidir. Məscidin kitabəsində onun 1385-1386-cı illərdə Hacı Şəhla bin Şakir bin Mustafa Köşkinin sifarişi ilə Ustad memar Arif bin Ustad Musa Cibali tərəfindən inşa edildiyi göstərilib. Hacı Şəhla məscidi 1385-1386-cı illərdə Şirvanşahlar dövründə Balaxanı qəsəbəsinin qəbristanlığında hündür bir təpənin üzərində tikilib. Məscid giriş portalı və daxili otaqdan ibarətdir. Giriş qapısının üstündə 2 sətirli kitabədə bunlar yazılıb. Bu imarət Hacı Şəhla bin Şakir bin Mustafa Köşkinindir. Hicri təqvimi ilə 787. 1918-ci ildə erməni daşnaqları tərəfindən törədilən mart soyqırımı Balaxanı kəndində də davam edib. Kənd cəmaatı da məscidin yerləşdiyi təpədə səngər qazaraq düşməndən müdafiə olunublar. Bu hadisədən sonra qəsəbə sakinləri tərəfindən məscidin yerləşdiyi təpə səngər adlandırılıb. Sovet işğalından sonra rəsmi şəkildə 1928-ci ildən dinlə mübarizəyə başlanılıb. Bundan sonra məscid bağlanıb, istifadəsiz qaldığına görə dağıntılara məruz qalıb. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2017-ci ildə Hacı Şəhla məscidi Balaxanı qəsəbəsi sakinlərindən olan xeyriyyəçi insanların maliyyə dəstəyi ilə bərpa edilib. Təmir bərpa işləri Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətinin nəzarəti altında mütəxəssislər tərəfindən həyata keçirilib. Abidə bərpa olunarkən tarixi tikilinin divarlarında mart soyqırımında baş tutmuş döyüşlərdən qalan güllə izləri saxlanılıb.